sual neçə qram etil spirtindən yazaq C2H5OH. Butadiyen bürüç almaq olar. Bu Lebedev reaksiyasıdır. 425 dərəcə Selsidə gedən reaksiya. C4H6 H2H2O dehidratlaşma, dehidrogenləşmə reaksiyası ilə 2-ni suyun qarşısına yazırıq. 6, 2 dəfə 5, 12 düzəldi. İndi deyir ki, neçə qram etil spirtindən 33.6 idi butadiyen bir 3. 33.6 X-dan 22.4 əvvəl molla tapaq, sonra qrama çevirərəm 2 molda. Bu eləyəcəkdir 11.2, 11.2-dən 33.6, 3 mol. Amma bir məsələ var. 75% çıxımla 3 mol almışıq. Yəni 3 molu 75% çıxımla almışıq. Bəs başda nə qədər imiş onu bizdən soruşur. 100%-imizi tapacaq. Bununla bir ixtisar gedəndə 3, burada qalır 4. 3 ilə də 3 ixtisar gedəcək. X bərabərdir 4 mol. Yəni 4 vurulsun 46 qram. 24, 4 dəfə 4, 16, 184 olacaq 26-da.